diş implantlarının ömrü nə qədərdir? Bu tibbdə deyərdim ki, təsdiqlənməmiş bir cavabı olan bir sualdır. Fərqli mənbələrdə fərqli yanaşmalar vardır. Ümumiyyətlə belə götürsək, implantın yaşı da heç o qədər uzun deyil. İmplantın yaşı uzundursa deyiriksə, ilk kəşflərindən bəri implantın üzərində çoxlu işlər görülüb. İndiki hal-hazırki implantlar da mən sizə deyim ki, 30 il qabağın yeni kəşf olunmuş implantları kimi də deyildir. Çoxlu modifikasiyalar olmuşdur, sümüyə daha çox uyğunlaşdırılmışdır. İmplant səthlərində olsun, implantın formalarında olsun, implant abatment birləşmələrində olsun, çoxlu və sair və ilaxır çoxlu dəyişikliklər olmuşdur. Mən deyərdim ki, normal protokollarla qoyulmuş implantlar, təcrübəli həkimlər tərəfindən qoyulmuş implantlar, təcrübəli texnik, həkim, birgə komandası tərəfindən hazırlanmış üzərinin ortopedik konstruksiyası və normal implantasiya markası seçilərsə, bu zaman implantlarımız ömürlükdür. Mən bu sözü deyərdim.